Daşkın sizə görə ölüb. Onun ölümü sizə yazılır. Biz mərhəmətli adamlarıq. Bu teritoriyada imkan vermərəm ki, kimsə kiminsə haqqına girsin. Rədd olaq, çıxaq gedək, həyatımızı yaşayaq. Mən Seymura hər şeyi dedim. Amma inanın ki, yaranan vəziyyət məndən asılı deyil. Düzdür, bilirəm, mən aldığım pulu qaytarmalıyam, amma məni də başa düşün. Valla, meyvələri saxlamağa verdiyimiz soyuducuları xarab Olsun Seymur deyib, xəbərimiz var. Kişi, qulaq as mənə. Biz heç vaxt faizə pul verməmişik. Vermərik də. Amma səninlə olan məsələ başqadır. Buna iş birliyi deyirlər. Mən bilmirəm, pulları batırmısan, yemisən, fərqi yoxdur. Bizim pullar çatmalıydı. Gecikdirməyə baxmayaraq, sənə bir dənə yaxşılıq edəcəm. Bayaq dedim axı, mərhəmətli adamlarıq. Pulları batırmısansa, sənin o verməli olduğun 20.000-ni ver, bəsdir. Amma pulları yemisənsə, 20.000 ver, qalanında bizim adımızdan evə xərcləyərsən. Mən evimə heç vaxt haram pul aparmaram. Mənə sadəcə bax lazımdır. Mən yavaş-yavaş hamının borcunu qaytaracağım. Onlar da məhkəməyə vermişik. Nə qədər vaxta qaytaracaqsan? 2 ay demişdin, oldu 4 ay. Mən demirəm ki, qaytarmaq istəmirəm. Bilirəm ki, qaytarmalıyam. Amma mənə biraz da vaxt lazım. 2 ay vaxt verdik də. Mən çöldəyim də. Otur aşağı. 2 gün. Bəsdir. 2 gün nə vaxtdır ki? 2 günə mən o qədər pulu hardan tapım? Bizim problemdir o. Yox, əlbəttə, o sizin probleminiz deyil, mənim problemimdir. Amma mən sizə söz verirəm, balamın canından da olsun ki, onlar mənə pulu verən kimi mən həmən qaytaracağım. Dolamısan ala, hə? İndi biz oturub gözləməliyik ki, kiminsə kayfın nə vaxtsa gətirib sənə pulu verəcək. Evin var? Nə? Ev, mənzil var. Hə, var. Dəyərindən ucuz qoysan, tez satılar da, yox? Mən sizə verəcəyim 20.000-dir. Yəni, mən ondan da aşağı satsam, suraxı elə bir ev hartım tapım. Ha, sən elə evdə qalma da, biraz ucuzunda qalarsan. Ha, bir ay bəs eləyir. Çalışarım. Mən bilmirəm, dəyərindən ucuz saat, baha saat, fərq eləmir. Bizim haqq hesab satsın vaxtında. Aydın oldu? Aydın oldu? Elə ki, bir ay sonra səndən xoş təəssüratlarla ayrılaq. Yaxşı. Mənə başqa şeylər eləməyə məcbur eləmə. Gedə bilərsən. Sən də ged. Bu ürək açıqlığı kimin ayağına yazacaq? Nə indi? Dostumun atasıdır. Ya biz niyə belə eləyirik, qaqaş? Bir ayla heç nə olmaz. Olur da, kəlmənin ağırlığı düşür. Qaqaş, bugünə kimi bizim sözümüz, hərəkətimiz eyni olub. Çünki bir-birimizdən gizlinimiz olmuyor.
Hamıya da həmişə eyni yanaşmışıq. Onun əmisi, bunun dayısı belə söhbətlərimiz olmuyor. Səni narahat edir. Məni nə narahat eləyir? Ədalətli ol. Tərəziyə artıq yük qoyma. Bura gel aslan. Ha? Senin fikrin nedir? Durmuşsan sen. Ha sen de. Durmuşsan. Ne eləmək istəyirsən? Yaxşıdır. Ya nə eləmək istəyirsən məni? Bəsdir. Soxmusan babamı yerə. Aferin. Ay Ay dur. soxmusan babamı yerə. Utanmırsan sen. Bu böyle sen videodan danış ya. Bəsdir də sən də. Bəsdir də. Bura gel. Bura gel. Görmürsən nə eləyim? Sakit ol dedim sana. Sakit ol. Belki bir məni də vurasan. Günlərdə evə gəlmirsən, indi gəlib nə düşmüsən hər uşağın üstünə, hə? Atan bir cür, sən bir cür. Bilmirəm hansınızın dərdini çəkim. Sən heç özü bu hadisədə günahkar hesab eləmirsən, hə? Hesab eləmirsən, hə? Kız bu da nədir qələtə mənim üstümə atma. Böyütdüyün qız burada da bunun artıq olasın. Tənəmə, buna bax sən bir. Evin bütün yükü, dərdi mənim üstümdə deyə bir dənə problem olanda da böyütdüyün qızdır. Mən anayamsa, sən də qardaşsan. Vaxtında yanında olmalıydın onun, bildin? Bax mən cəmaatın içinə necə çıxacağım? Nətər çıxacağım mən cəmaatın içinə? Bildin? Hələ gedib öz ailəsinin dərdini çəksin. Hamının ailəsində min dənə problem var. Heç sənin xəbərin var? Sən indi onu qorumalısan, Onu döyməli deyil, səni qorumalısan. Beləsin nəyin qoruyum mən? Allah'ım ondan Sən deyirəm necə qoruyum? Acılarım, nə beləsin, nə də bacımdır ya. Yaxmağım bir axmaq. Sən belə deyəndən sonra cəmaat nə deyəcək, hə? Xəstə. Nə sənin, nə də atamın bu ailə heç vaxt vecin olmayıb, Fərid, heç vaxt. Get cəhənnəm ovur öldür, get. Onsuz da uşaq intihar eləmək istəyib. Kapı niye açıldı? Ana baksan. Diyorum kapı niye açıldı? Ha sen ne demek? Ha kodu! Hardasan? Telefona zəng eləyirəm, cavab vermirsən. Ay Vüsalə, gəldim də. Gör ki, gəlib. Ha, indidən deyirəm, mən hüquqşünas olacağam. İstəmirsinizsə, mən çıxım gedim. Yaxşı da, sən də. Danışdıq da olur. Yaxşı da, bəs də gedin. Mənim yerimə sən olsaydın nə qərar verərdin? Məncə elə ən düzgün qərar verdin də. Mənim bildiyi sən neyinlərdin? Mən də eyni şey deyərdim. Bəs deməyəcəksən pulu bağışlayaq ona. Düz çıxmazaq. İndi hara gəlsən? Ona aparıb qoyuram çayxanaya.
Özüm mümkün götürürəm, bir iki nə işim var, sonra da evə. Sabah gələrsən dalımca. Yaxşı. Cemaat arasına necə çıxacaq? Niyə çıxmırsan ki? Neynəmsən ki, cəmaat arasına çıxa bilməyəsən? Utanıram. Nədən utanırsan, Fərid? Hey! Mən necə qardaş? Mənə bax. Mənə bax. Bir də elə söz demə özünə. Sən lap yaxşı qardaşsan. Neynəməlisən ki? Həyatda da hamının başına gələ bilər. Güləşdə biz nə yaşayırıq? Hı? Yıxılırıq, uduzuruq, amma neynirik? Qalxırıq rəqibin gözlərinin içinə dik baxırıq. Həyatda da belədir. Belə hallarla rastlaşanda gərək təslim olmayasan, yıxılmayasan, dik durasan. Yox, müəllim, güləşmək istəmirəm. Ümumiyyətlə, heç nə eləmək istəmirəm. Təslim olursan, hı? Qorxursan. Mən qorxaq deyiləm. Qorxaq deyilsən, onda sübut elə. Sübut elə də. Qalx evə, o bazına dəstək ol. Neyniyib o uşaq? İndi hansısa oğraş, şərəfsiz aldadıb onu. Çəkib. Neynəsin o? Dəstək ol da, göstər qardaşlığını. Eləyə bilərsən? Fərid, indi çıxırsan evə, özünü elə aparırsan ki, elə bir heç nə olmuyor. Yatırsan, dincəlirsən, ağlını başına toplayırsan, gəlirsən məşqə, davam edirsən. Başa düşdün məni? Get qardaş, get. Şərəfsiz köpək uşağı. Adil, prodüserimizdir. Salam qardaş, əziz. Adil. Oldu Elnara xanım. Sağ olun. Sağ olun. Neyinirsən, sən başın xarabdır? Sən başın xarabdır. Gecənin yarısı çəkilişdən çıxsan və gələm biləndə qaqaşla dayanmısan. Hadi telefonun vaxtında cavab versəydin, yanımda olardın. Yəqin işin var idi də. Bu da mənim işimdir. İşdi bu. Nə olub sənə? Şey qurtardı. Yığışdır bu çəkiliş məkiliş, gic şeyləri. Yaxşı oldu. Baş üstə. Mənim başımı xarab eləmə. Otur maşına. Otur maşına. Nə olub sənə? Oğlumuz da gəldi, özün görmür. Bir ay vaxt verdilər. Kim? Nə vaxtı, nə danışırsan? Pulu götürdüyüm adamlar. Dedi sənlik deyildi. Adamlar pulu verəndə qaytaracam. Yox, mənim heç ağlıma gəlmədi demək. Razılaşmadılar. Qələt edirlər. İnsanlıq ölür. Heç nə olmaz, gözləyərlər. Nəyi gözləyərlər? Demişlər bir aya, deməli bir aya qaytarmalıyam. Hardan tapacaqsan o qədər pulu?
Evi satacağım. Dəli olmusan? Niye? Əldə qalan pula biraz ucuz ev alarım. Mən başa düşə bilmirəm. Onlar kimdir ki, sən onların qorxusundan ev satırsan? Nə ağlıma gələn danışırsan, ey? Kim qorxur? Kişi kimi söz vermişəm. Demişəm bir aya qaytaracağım, deməli qaytarmalıyam. Vəssalam. Uzatma. Şurada mən sən sözümü dedim. Sən niyə mənim yerimə həyatıma qərar verməlisən, hə? Elə lazımdır. Başa sabahdan universitet zada da getmirsən. Başqa arzun? Bəlkə evdən çölə də çıxmayın. Onun da vaxtı var. Mən sən əşyan deyiləm, sən mənə istədiyin kimi rəftar eləyəsən. Ümumiyyətlə, sən axır vaxtlar çox dəyişmişsən, başqa adam olmuşsan. Hə, dəyişmişəm. Başqa adamam. Başqa cür baxıram həyata. Var sözün. Özün bilərsən, necə istəyirsən bax. Amma bunu bil ki, bundan sonra mən sənə baxdığın həyatda yoxam. Ona sən tək qərar verə bilməzsən. Nə oynayırsan mən beynimlə? Saxla maşını, düşmək istəyirəm. Eşitmirsən, deyirəm, saxla maşını, düşmək istəyirəm. Qələt edirsən, düşürsən. Normal danış məndən. 747, ehtiyatla reysara sağda saxla. Bir dənə sən çatmırdın. Neymişsən? 747, Adil. ehtiyatla reysara sağda saxla. Tabii ol. Diyan dayın var ya, hara saxlayıram? Saxlayıb nə deyəcəm ona? Qəza olacaqda qorxuram deyirəm sənə, qorxuram mən. Diyan dayın var ya. Hadi saxla maşını, düşmək istəyirəm. Dahi bəstəkar Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının yaranması ilə Azərbaycanda milli musiqi teatrının əsası qoyuldu. Opera nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində səhnələşdirildi və böyük tamaşaçı sevgisi qazandı. Müsəlman şərqində ilk operanın Leyli və Məcnunun tamaşaya qoyulmasından artıq 111 il ötür. Leyla yatıb. Bayaq məni sakitləşdirmək üçün elə deyirdin, yoxsa doğrudan intihar eləmək istəyir? Sakitləşdirmək üçün adam elə söz deyərlər. Uşağıma nəsə olsaydı bunu heç kimə bağışlamazdı. Bilmirəm məktəbdə nə olub, soruşuram, cavab vermir. Bilmirəm ələ salıblar uşağıma, ya qısnayıblar ki, belə eləmək istəyib. Elə şey ola bilməz. Bəs niyə deyirdi məktəbə getməyəcəm? Gedəcək. Mən özümü aparacağım.
Mehman. Polisə deyək. Mən sənə görə çox narahatam. Günü-gündən əriyirsən. Salə, biz bu pulu verməliyik. Mən bəyəm deyirəm verməyək. Amma evi satmaqdan yox da. Bax, İdris də qayıdıb, hər şey yaxşıdır. Polisə desək qorxarlar. Səni də dirəməzdir. Ay Mima. Rəis kabinet çıxdı deyəsən. Sən elə əsl sıxılmağın nə olduğunu bilmirsən. Uşağın başın maşınla aldanırsan. Uşaq? Hə, sən nə vaxt ayılacaqsan? Ayağım da. Yatmamışam ki. Çox gülməlidir. Başa düşmürsən ki, səndən istifadə edirlər. Zakir Müslüm dediyiniz daha gülməlidir. Nəyimdən istifadə edirlər? Sən heç nə qanmırsan. Sən onlar üçün heç kimsən. Lazım olanda səni peşkə kimi verəcəklər qabağa. Darıxma. Mən elə eləyəcəm ki, sənin izin tozun da buralarda qalmayacaq. Lap eləmə də rəis. Mən buralarda lazımlı adamam. Gedə bilərsən. Adilə parmağa gəlmişəm. Anava yazığın gəlsin bala. Onu gözü yaşlı qoyma. Məncə anam qəbul eləsə məni belə həyatımız daha yaxşı olar. Haram pullarla, göydən düşmə hədiyyələrlə. Haram nə olur? Əziyyət çəkib işləyirəm də. Mənə gəlmə. Mən bilirəm sən nə işlə məşğulsan. O burada qalacaq. Niyə? Cəriməsinə də ödəyək də. Ürəyim belə istəyir. Olmadı da rəis. Ücə qaydaları pozursunuz. Sən mənə qayda qanun öyrədəcəksən. O, estağfurullah. Sizin öz qaydalarınız var, bizim öz. Hə, sizin öz qaydalarınız var. Nədir o qayda qanunu? Sən belə həyatla yaşamaq istəyirsən? Hı? Sən fikirləşirsən ki, bunun axırı nə olacaq? Öz axırını fikirləşmirsən. Atovun yolu ilə getmək istəyirsən. Siz gedin öz oğlunuza fikir verin. Ona ağıl qoyun. Atasının yolunu geçsin orada. Onları elə özümüz bilib yaşasaq bəs edir. Amma bilirsiniz də 48 saatdan çox saxlaya bilməzsiniz. Nə danışırsan? Bunu elə sizin öz qanunlarınız deyir. Əhsən sənə, əhsən. Cavan oğlan, biz heç kəsi nahaq yerə həbs eləmirik. Hər kəs öz layiqli cəzasını alır. Gec ya tez. Oldu rəis. Gecəniz xeyrə. Nədir? Bəlkə birini də mənə vurasınız. Sənə vurmağa ehtiyac yoxdur. Onsuz da səni həyat vuracaq. Bəlkə ondan sonra ağıllanarsan. Mənə nə vaxt bıraxırsın? çatmır. Telefon ya söndürülüp ya da əhatə dairəsi xaricində.
Bugün dərsdən çıxıb birbaşa evə gələrsən. Niyə? Özümə iş tapmışam. Şirkətə xadimə düzəlmişəm. Səhv eləmirsən. Sabir. Sənə keçən səfər dedim ki, işləməyə ehtiyac yoxdur da. Ayvala, sən mənə dedin ki, normal iş tap. Mən də tapdım da. Nə istəyirsən? Dedim də o vaxt idi. Mənim onun niyə kimsə ayağının altını təmizləməlidir? Heç dəxli var, iş işdir də. Lazım deyil, istəmirəm. Mən də çox şey istəmirəm. Mən də istəmirəm sən işləyəsən. Oxumağı istəyirəm. Açmayaq da yenə köhnə temaları. Başım çıxmır, nə görmüsən o adamların yanında? Hansı adam var? Özün yaxşı bilirsən. Hə, belə deyinə. Deyən day qara qızın dərdi var da. Sənin narahat elə mənim işləməyim deyil, sənin narahat elə mənim kimlərin yanında işləməyimdir. Narahat olma, mən düz adamların yanındayım. Amma Bahar xalan elə deyil. Bahar xalan deyir ki, Daşqın ölümünə səbəbkar olardılar. Daşqın ağlı olardı, qumar oynamazdı, ölməzdi. Daşqın. Salam Fərib. Salam. Bu nədir o? Bu nömrəyə zəng çatmır. Buna da ömrü boyu zəng çatmadı da. Ya da əhatə dairəsi xaricindədir. Dur. Özü necə hiss eləyirsən? Adam necə olar səhərə kimi bunun üstündə? Ya bağışla da sənin rəisin otağında yer salmadıq. Eybi yox. Çıxa bilərsən. Dur da biraz tez elə. Həyif ki, Zakir var da, yoxsa saxlayardım sənə 15 tutka. Bilərdim polislə qaşıqda oynamaq nə deməkdir? Onda qaçdım da mən rəis. Qaçdım. Hə, Sabir. Yox, baxmamışam. Nə videodur? Hə, yaxşı, baxıram. Yaxşı. Atarsan ha, zəq. Normal. Hadi bir günə söndürdülər səni. Yox, başqa bir şey oldu. Nə oldu? Bir şey xahiş eləyə bilərəm səndən. Salam Fərid. Salam. Dərsin qutarında məni gözləyərsən. Yaxşı. Başqa da aşağı salma kim nə verib qələt eləyir. Qaqaş, çox sağ ol. Necəsən? Yaxşıyam.
Axtarır Cavid. Danışdım deyir, bizim rayonda olsa 1 saat azada tapar. Denən tez eləsin. Baxım da o videoya. Bu qızın da yəs adı yoxdur. Fəridin bacısıdır. Bu deyib tapaq. Hərəsini tapmaq üçün gərək kimsə nəsə etsin. Hadi gəl bir iki tas ataq. Mən qaralar. Alo. Ha. Səbəb? Yaxşı. Kim idi? Bölməyə çağırılır. Hə? Bölməyə çağırılır. Niyə? Kimsə şikayət edib. Ha, budadır. Yarasır. Son anamır. Hə, bir şey eləmə. Adilə demişim. Nə? Adilə dedi. Ha, lazımdır. Sən dedim get denən. Sənə görə deyirəm. Ay istəmirəm. Get öz dərdini çək. O gün də sən dedin, oradan uzaqlaş. Mən o məsələni Adillə danışdım. Daşqın öz günah ucbatında ölüb də. Nə danışsan, neysə, sənin başın qaçır. Elə danışsan, elə bir dünənə kimi onlarla bir yerdə olan sən deyildin. Onlarla bir yerdə olmuşam, səhv eləmişəm. İstəmirəm sən də mənim günümə düşəsən. Özü də bax, mən sənə deyirəm, gün gələcək, bax, sən Adillə üzləşəcəksən. Narahat olma, biz üzləşən deyilik. Nə deyirəm, elə olsun. O gün gördün necə dalaşdıq? Biz dalaşmalıq. Elə olsun. Qardaşım, azıq prav deyə. Nə gülürsən, kişi, məsələ prav-niprav söhbəti deyil. Sənin çatmır, mən nə deyirəm. Məsələ budur ki, biz qələt elədik, sən o vaxt apardıq onların yanına. Mənə görə narahat olma, mənim fikrim onsuz da evə çörək pul aparmaqdır. Nə deyirəm, tək elə olsun. Belə də ki, ağıl veriləsə o qədər insan var ki. Nə demək istəyirsən? Sən mənim nə demək istədiyimi yaxşı başa düşdün. Vələttin mənimlə danışdım. Dedi, sabahdan gəlsin. Yaxşı. Bağışladı oğlum. Heç vaxt sən fikrini soruşmadıq. Amma yaxşı da, danışdıq da bunu. Bir şey soruşum, Soruş. Ata yaxşıdır. Nəsə problem zədə yoxdur işlərində. Bir təhər daxil vaxtdır. Yox, sənə görə pis olmuşdu da. Yox, de. Hə, denən gəlsinlər. Rahat ol. Gəlmək olar, rəis. Kesin oturun. Eşidirik, rəis. Nereye hərəkət edirsiniz? Başa düşmədim. Özü bir gücdə qoyma. Bəlkə biraz normal danışasınız. Sizinlə normal danışmaq qəliz məsələdir. Neynəyək, çıxaq gedək? Gedə bilirsən, get. Nədir? Cəmaətə də qorxu yarırsınız. Bilirsiniz mənə maraqlıdır. Hələ insandır da indi. Pulunuzu qaytara bilməsə, siz onu neyinizsiniz? 2 aydır qaytarmır da, nəsə eləmişik?
Yo, mən dedim ki, mənə pulu versinlər, mən mütləq qaytaracağam. Biz sənəsə deyirik Mehman müəllim. Bu həngamaya nə ehtiyac var? Gəl rəis, gəl. Salam aleyküm. Yəqin məlumatınız var. Hə, dedilər. Mən hələ də başa düşə bilmirəm ki, biz niyə buradayıq. İndi basaran səhərə başa düşərsən niyə buradasan. Burada nəsə anlaşılmazlıq var. Mehman müəllim bizdən pul istəyib, borca vermişik, deyib ki, qaytaracam, amma hələ nəsə səs-səmir yoxdur. Amma deyəsən günahkar biz çıxmışıq. Səsləmir yoxdur. Pulu vermir, gəl bizə şikayət elə. Yox da indi şikayət eləmək bizə yaraşmaz. Niyə? Bizə şikayət eləmək padlı olur. Hə? Bura bax, sizə kimsə ixtiyar verməyib ki, kiməsə ya da qorxa gələsiz. Bura dərəbəyli deyil. Başa düşdünüz? Pulunuzu vermir, verin məhkəməyə. İndi siz də belə eləyəndən sonra mən dərdimi kimə deyim? Dərdini demək istəyirsən ərizə yaz. Gör haqların necə qorunur. Yazmaqdan başqa variant olmaz. Aydındır. Məncə hamı hər şeyi başa düşdü. Sən də çox uzatma Mehman. Cəmaatın pulunu qaytar. Yox, mən bayaq da dedim ki, mənə pulu versinlər, mən də mütləq qaytaracağam. Daha bunu telefonla deyərdi üstə. Sizin üzünüzü görmək istədik də. Bizə xoşdur sizin üzünüzü görmək. Görməyəndə darıxırıq. Bu şou proqrama nə ehtiyac var, dayı Mehman müəllim? Çətinliyin var idi, deyərdim pulu bağışlayardıq da sənə. Burada nə qəliz məsələ var ki? Biz həmişə ehtiyacı olanlara əl tutmuşuq. Robin Hoodsuz? Bilmirəm kimdir o, amma ehtiyacı olanlara əl tutsa deməli yaxşı adamdır. Yaxşı adam, axırınız dəfə olsun. Kimisə sıxışdırıb hədə qorxu gəlməyi biz. Gedə bilərik? Gedə bilərsiniz. Eşidirsən Mehman? Buradan çıxandan sonra sənə zəng eləyə bilərlər, görüş təyin eləyə bilərlər. Bu barədə mütləq bizi xəbərdar elə, yaxşı? Yaxşı. Narahat olma. Yaxşı. Get. Hər şeyə görə təşəkkür. Sağ ol. Bunları gözdən qoymaq olmaz. Başla rəis. Mehman müəllim, siz gilas işi ilə məşğul idiniz, ha? Qəşəng mürəbbəsi olur. Dəqiq bu nömrədir? Hə. Yığıram, zəng çatmır axı. Qorxma, düzün deşin eləndə öləm ona. Hə, də o nömrədir. Neysə, gəl. Davay, tez sana götürüm evə. Özüm gedərəm. Gördün Qaqaş. Qaqaş, gördün üz verəndə nə tər olur? Beləsi yaxşılıq qalan uğraşdı. Tutub doğuzdurmaq lazımdır. Da bir ay vaxt verir. Gör bir ay qaytaracaq. Adilin dostunun atasıymış. Nə bu adammış, ha? Qaqaş, o uşaq bizim yanımızdadırsa, ya bizim kimi düşünsün, ya da getsin. O uşağı nə qatırsan, nə məsələ? Yaxşı da, Qaqaş, yaxşı da. Azik ona görə elədin, güya mən bilmirəm. Onluq heç nə yox.
Nətər yoxdur? Hə? Pulu alıb gətirib versin də. Ay malım yandı, ay nə bilim nə oldu. Vəbşi bizə nə dəxli var bu söhbətin? Elə jest eləyir 10 min keçir. Qutar da bura. Düz nə etsə onu da eləmişik. O qanmayıb. Yaxşı, indi nətər olacaq? Olar bir iki dənə də mən vurum. Davay. Ha, bəs eləyər. Özün əzmədin? Yox. Hə? Telefon üstündə? Hə. Aç bir dənə də video çəkək. Ama çəkmən yox. Elə birdən belə qaldı, hə? 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 Oo, qardaşım. Xoş gəlmə, al saxla. Hoş gəlmirsən. Sənin üçün saxlamışıq. Padarka. Tanış ol. Caviddir. Bu da bir vaxtlar düz yolda olan, sonradan yolunu azan Fərid. Bunu özüm mundarlayacaqdım. Qardaşlarımızdakı qanı sənindir. Bağışla, özüm saxlaya bilmirəm. Belə hər şey eləmişik. Videosu adı da var. İndi nəsə eləmək istəsənsə, bax da. Kəs abi. Qaqaş, neynəyək indi elə belə oturaq? Sən başa düşmürsən ki, o bizi ilişdirmək istəyir. Ha, hər nədir mən razıyam. Amma nakazat eləyək onu. Qardaşım, mənə qulaq as. Bırak, səbr elə. Səbirli ol bunu. Amma mən başa salacam bizi polisə vermək nə deməkdir. Bırak, döyməklə iş düzəlmir. Belə adamları gərək mənəvi sındırasan. Qələt eləmişəm, nə olur? Qurbanın bağışı da mən. Ne olur onlara dile videosu için nerede kurban olun. Uyumuşlar, ne olur dilen onlara.
Hara gəlirsən? Sağ ol, götür. Saymırsan məni. Saymayan sənsən. Hörmət eləmirsən bunu. Nəyi hörmət eləyim? Gecənin yarısı küçədə oğlanla yanan qıza kim hörmət? Danışığı bil. Bu mənim işimdir, sən başa düşmürsən. Başqa heç qəhətdir sənə. Səndən soruşmalıyam. Hani heç nə məndən soruşmalısan? Bağışla da mən sənin fikirləşdiyin kimi müasir adam deyiləm. Lap yaxşı. Yaxşı günün olsun. Mənim sözüm qurtarmadı. Neymirsən? Heç yeri gelmirsən. Sən kimsən, mənə qadağa qoyursan? Sən nə hesab edirsən özünü? Adama sözü bir dəfə də düzdür. Nasıl problem var? Hə, var. Problem eləyən sən, hə? Adil. Hə? Geçsin hemen. Mənim işim bu deyil. Adil, bırak. Otur maşına. Otur maşına! Xahiş edirəm. Bitti Adil. Sözüm bitti. Üzümü görmək istəmirəm. Öz vermət elə. Onun bunun qabağında oyun çıxartma. Harda da o tüm kız ha? Deyirəm harda da o tüm kız? Sənin xəbərin var o qız nə hoqqalardan çıxır ha? Görmüsən o videosunu? Rədd edəcəm onu evdən. Heç şey eləməyəcəksən. Cəhənnəm ol. Çəkil o tərəfə deyirəm. Deyirəm çəkil o tərəfə. Heç şey eləməyəcəksən. Çəkil o tərəfə. Heç şey eləməyəcəksən. Çəkilmirsən ki. Çəkil o tərəfə. Çəkilmirsən ki. Rədd ol. İsmail. Mən bu qeyləksizliyi görürəm. Sən kimin tərəfini tutursan ha? Elə ikimizi də cəhənnəmə edin. İsmail, sən. Rədd ol. Sən nə danışırsın? Bir də Gökhan özbəri al. Mənim adda qızım yoxdur. Sən yaşamışsaydın ailənin yanında olardın. Deyirəm cəhənnəm ol, başımı xarab eləmə. Cəhənnəm ol. Başımı xarab eləmə. Rədd ol da, rədd ol. İkimiz də cəhənnəm olun. Qızım da sənə oxşayır. Qızım da sənə oxşayır. Bəsdir də. Eləmə. Eləməsən. Eləmə. Ay, bəsdir də. Gəl kələ. Gəliyorum bura. Qaldır ha başını. Niyə belə edirsən? O gün danışdınız axı. Hala sənin xəbərin yoxdur. Mehman müəllim, nəsə demək istəyirsən? Sənin şöbədə dil ötürdü. Nə şöbə? Sən mənim canım, sən buna əmi deyirsən, dayı deyirsən, nə deyirsən? Əmi. Əmin sukadı qaqaş. Gedib bizdən polisə şikayət edib. Azik, mən yoxam. İndi Adil özü qərar versin, nə eləmək lazımdır. Vəziyyət çətindir. Amma nəsə eləmək lazımdır da. Acıq olar bir dəqiqə. Olmaz. O mən dostumun atası deyil. Biz də sənin dostunuq. İndi sən kimin tərəfindəsən? Bu da sənin süfrənin başında yer verdiyin oğlan. İndi qərar verə bilmir.
Adil, bizim yanımızda zəif insana yer yoxdur. Mən başa düşürəm, arada qalmaq yaxşı şey deyil. Amma burada bir dənə düz var. Əgər sənin üçün mehman düzdürsə, indidən kişi kimidir. Uşağı söhbətə qarışdırmayın. Mehman müəllim, onlar siz Mən sənə demişdim axı, mən satqınlığı bağışlamıram. Əgər sən hələ də özünü tapmamısansa, bu sənin axırıncı şansındır. O qaqaş bu qorxur. Sifətinə bax, sənə qorxur bu. Qaqaş, kişi ya qorxusunu boğur, ya da qorxuda boğulur. Davay, hərəkəti elə. Mehman əmi. Niyə belə elədin, hə? Cavab ver də. Vaxt vermişdilər də sən. Bax belə tutalım, həll eləyəmədin. Gəlib mənə deyərdin də. Danışardım da uşaqlarla. Gedib polisə niyə deyirsən? Cavab ver də. Çətindir. Bir dəfə kişi kimi hərəkət eləyərdin də. Nədir? Vuracaqsan məni. Niyə belə elədin, hə? Niyə belə elədin? Niyə? Niyə? Cavab ver də Mehman əmi. Niyə? Cavab ver. Niyə belə elədin, hə Mehman əmi? Mehman əmi, cavab ver də, nə olar? Cavab ver də. Cavab ver də. Yaxşıdır. Sənə sabaha qədər vaxt verirəm. Pulum gəlməsə, istəyirsən bölməyə get, hara yersən get. Burada hamı içi adil qarışıq hər şeyi gözə alır. Amma ki, oğlumu fikirləş. Cavan yaşda onu bədbəxt eləmə. Kazım, Seymur, aparım onun leşini atın məhəllərinə. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məsciddə, günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrayonda səhər açılır. Maddələr aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininə yük. Qumarda udan, həyatda uduzar. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə
söz var. Çekilir göz sınağa, dönür söz silaha. Batıpamı günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sen. Eve geç qayıtmaram, bulutlar alıbdı qara rəng. Çekilir göz sınağa, dönür söz silaha. Batıpamı günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sen. Eve geç qayıtmaram, bulutlar alıbdı qara rəng. Böyümüşük düz, böyümüşük səhv. Çevirməmişik yüz, çıxarmışıq dərs. Sürətimiz 100, bəlli deyil tərəf. İtirilmiş nəsil özün eləyir məhv. Özümüz cavanıq amma ruhumuz qoca. Balaca adamların kölgələri uca. Nəzər nöqtəsi dəyişib bucaq. Artıq sümüyə dirənibdir bıçaq. Həqiqət danışanda acı dillər susar. Maddiyatı qurban verdi nüfuza. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çekilir göz sınağa, dönür söz silaha. Batıpamı günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sen. Eve